Bugün güneşli, gözəl bir bazar günüdür. Bu bazar günü münasibəti ilə istəyirəm hamınızı təbrik edeyim. Özümü başda olmaqla, çünki bu güneşi görmək çətin məsələdir. Və sizə bir nağıl danışım. Təsəvvür elə bir ölkə fikirləş ki, yəni balaca bir ölkədir. Hərə öz aləmində, xüsusən uşaqlar, nə bilim, hardasa olar da 12 yaşları, maksimum 15 yaşları öz velosipedlərlə gəlirlər. Burada stadionda, stadion dediyim parkdır da, normal park. Yəni heç bir şey yoxdur. Gəlirlər özləri üçün, məşq edirlər, futbol oynayırlar. Fikir ver, orada daha az yaşlılar var da, hardasa. Nə bilim, onlar maksimum 7 yaşları zaten. Gəlirlər özləri üçün məşq edirlər, futbol oynayırlar. Nə valideyn var, nə bir şey var. Yəni peaceful da, yəni. Bravo. Risovka hər yerdə risovkadır. Yine əli cibində velosiped sürür, özdə piyada şeyində. Yəni bu tip adamları hər yerdə görə bilərsiniz. Korotva orada da var. Boş yerlər var. Yəni kim istəsə gəlib futbol oynaya bilər, yəni heç problem. Nə bilim, iti ilə gəzən kim, atı ilə gəzən kim, nə bilim, deyə burada basketbol meydancası. Nə bilim, o tərəfdə var, nə bilim, o şeylə, neydi o, skater. Onunla ofşum fırlanmaq. Yəni biraz o tərəfə baxsan, o şeydə, orada uşaqlar üçün yer var. Yəni beləsinə belə bir nağıl. Burada da nərgiz çiçəkləri gördüyünüz kimi açıb. Baharın gəlişi, əcdaha, Novruz gəlir, yaz gəlir. Abi, hava o belə gözəldir ki, yəni bilmirsən İrlandiyadasan, nə bilim, hansı ölkədəsən, hamı çöldətdir. Təsən mart ayıdır. İndi gör, mayda qar yağmasa mənə deyirsən denə. Konkret, yəni belə bir tema yoxdur da. Buna bax, 1 qram külək zat yox.